Natamam iş vaxtı nədir? Əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə iş götürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı, natamam iş günü yaxud natamam iş həftəsi müəyyən edilə bilər. Natamam iş vaxtının müddəti və onun qüvvədə olduğu zamanın, ayın, ilin davamiyyəti tərəflərin razılığı ilə müəyyən edilir. İşçinin səhhəti və fizioloji vəziyyəti, habelə xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, habelə 14 yaşına çatmamış, yaxud 50-yi olan uşağı olan qadınlara ərizələri ilə işə götürən natamam iş vaxtı müəyyən etməlidir. İşə götürən vakant vəzifə yarandıqda və əvvəllər natamam iş vaxtını yaradan zəruri amillər dəyişdikdə, natamam iş vaxtından çalışan işçinin tam iş vaxtında çalışması üçün tədbir görməlidir. Əmək funksiyasının natamam iş vaxtında yerinə yetirən işçilərin əmək məcəlləsi və ya əmək müqaviləsi ilə müəyyən edilmiş əmək hüquqlarının hər hansı şəkildə məhdudlaşdırılması yol verilməzdir. Əmək hüquqlarınızı öyrənin və tələb edin.